Hər kəs salam. Bu videoda ədədi ardıcıllıqlarla bağlı bir sualın həllinə baxacağıq. Gəlin vaxt itirmədən suala keçək. Deməli, sualda deyilir ki, ayın ardıcıllığında ayın plus 1 bərabərdir 1 böl 1 üstəgəl 1 böl ayını. Yəni, ardıcıllıqda hər növbəti hədd əvvəlki həddən bu şəkildə asılıdır. Əvvəlki həddimiz ayındır, ondan dərhal sonra gələn həddimiz də ayın plus 1-dir və enimiz də natural ədəddir. Deyilir ki, A1 1-ə bərabərdir və bu ifadənin qiymətini soruşur. A1 vur A2, üstəgəl A2 vur A3, üstəgəl A3 vur A4 və ta ki A2008 vurulsun A2009-a qədər. İndi bu verilən düsturu biraz başqa formada yazaq. Deməli, ayın plus 1 bərabərdir 1 böl ayını ortaq məxrəc kimi götürsək, ayında ayın üstəgəl 1. Bu da bərabərdir ayın üstəgəl 1-də ayın. İndi biz A1-in 1 olduğunu bilirik. A1 bərabərdir 1. İndi A2-ni tapmağa çalışsaq, A2 bərabərdir. Düsturda yerinə qoyub tapa bilərik. A1 bölünsün A1 üstəgəl 1. Bərabərdir. A1-in əvəzində 1 idi. 1 üstəgəl 1. Bərabərdir 2-də 1. A3-ü də bu qayda ilə tapaq. A2 bölünsün A2 üstəgəl 1. Bu da bərabərdir 1 bölü 2 bölünsün 1 bölü 2 üstəgəl 1. Bu da 1 bölü 2 bölünsün 3 bölü 2'dir. Bu da 1 bölü 3'e bərabərdir. Yəni 3'də 1'ə. İndi burada maraqlı bir şey var. A1 1, A2 2'də 1. Məxrəclə deməli silsilənin nömrəsi eynidir. A3'də də A3 3'də 1. İndi biz göstərsək ki, bundan sonraki hər bir həddə K bərabərdir 1 böl K. Onda biz bütün bu ardıcıllığın istənilən həddinin qiymətini tapa bilərik də. Məsələn, əgər biz bunu isbat eləsək, məsələn, A2000 ifadəsində 1 bölünsün 2000 olduğunu görərik. Amma birinci isbat eləmək lazımdır. İndi biz bunu necə göstərək? İndi A3 bilirəm ki, 3'də 1'dir. İndi bir hədd götürək ki, həmin həddən əvvəl gələn bir hədd surəti 1 olan hədd olsun. Yəni, məsələn, AK deyək, AK bərabərdir. İndi görürük ki, ilk 3 həddə, yəni ikinci və üçüncü həddə bu asılılıq ödənir. Düzdür? İndi biz bundan sonra gələn istənilən ədədin bu asılılığı ödədiyini göstərmək üçün belə bir şey istifadə edək. Tutaq ki, bir ədəd olsun, bir hədd olsun və həmin həddən əvvəl gələn hədd bu qaydanı ödəsin. Yəni, məsələn, AK həddidir. AK-dan əvvəl gələn həddimiz hansıdır? AK-1 həddidir. AK-1-də tutaq ki, bu qayda ödəsin. Bu qayda ödəyəndə nə olur bu? 1 böl K-1 olur. Əgər ödəyirsə. İndi düstura əsasən AK nə olacaq? AK-1 bölünsün 1 böl 1 üstəgəl AK-1. İndi bu AK-1'in yerinə 1 böl K-1 yazsam, onda nə olur? 1 böl K-1 bölünsün 1 üstəgəl 1 böl K-1. Hər tərəfi K-1'ə vuraq. 1 bölünsün K-1 plus 1. Bu da nə oldu? 1 böl K oldu. İndi biz nəyə göstərdik? Göstərdik ki, əgər bir həddən əvvəl gələn həddə bu qanuna uyğunluq ödənirsə, onda həddin özündə də bu qanuna uyğunluq ödənir. İndi görürük. Məsələn, A4 həddi A3 həddindən sonra gəlir. Deməli, A3-də ödəyirsə, A4-də də ödəyəcək. A4-də ödəyirsə, A5-də ödəyəcək. A5-də ödəyirsə, A6-da ödəyəcək və belə sonsuza qədər gedəcək. Onda biz bu düsturu daha da sadələşdirib deyə bilərik ki, düz kəsək. Biraz silək buranı.
düsturu daha da sadələşdirib demək olar ki, AN bərabərdir 1 bölünsün N-ə. Aha. İndi bu ifadənin qiymətini necə hesablayaq biz? Məsələn, A1, A2. İndi A1 nə olacaq? 1 verilib onsuz da. A2 2-də 1 olacaq. Yəni 1 bölü 1 vurulsun 1 bölü 2 kimi yazaq. Məsələn, A2 vurulsun A3 necə yazaq? A2 nədir? 1 bölü 2. A3 nədir? 1 bölü 3. Aha. Üstə gəl 1 bölü 3 vurulsun 1 bölü 4. Nöqtə nöqtə ta ki 1 bölü 2008 vurulsun 1 böl 2009. İndi bunu belə yazaq. Birlər ortaq vuruldu. Yəni 1 vur 1 yerinə ortaq 1 yaza bilərik. 1 məxrəcdə 1 vur 2. Üstə gəl. Burada da 1 məxrəcdə 2 vur 3. Bu şəkildə 1 məxrəcdə 3 vur 4. Bu şəkildə gedir. 1 məxrəcdə 2008 vur 2009. İndi bunun içində bir düstur var, amma biz bu düsturu belə çıxarda da bilərik. 1 bölünsün n vurulsun n plus 1 şəklindədir bu kəsirlər. Hər biri. İndi biz bu kəsiri parçalamağa çalışaq. Biz bu kəsiri 1 böl n çıxılsın 1 böl n plus 1 şəklində yaza bilərik. Ortaq məxrəcə gətirib yoxlamaq olar bunu. Hətta ortaq məxrəcə gətirək. N vurulsun n plus 1. Surətdə n plus 1 minus 1. Birlər gedəcək. N bölünsün. Daha doğrusu n plus 1 minus n. Minus n. N plus 1 minus n. Aha. N'lər islah gedəcək. Qalacaq 1 bölünsün. N vur n plus 1. Deməli, görürük ki, biz 1 bölünsün n vur n plus 1-i 1 bölü n çıxılsın 1 bölünsün n plus 1 kimi yaza bilərik. Onda mən bu ifadəni gətirək. Bu ifadədə 1 bölünsün 1 vur 2-ni yazmaq olar. 1 bölü 1 çıxılsın 1 bölü 2 kimi. Üstə gəl. Digər ifadəni də elə. 1 bölü 2 çıxılsın 1 bölü 3. Digərində də 1 bölü 3 çıxılsın 1 bölü 4. Bu şəkildə gedir. Sonunda 1 bölü 2008 çıx 1 bölü 2009. İndi baxın. Mənfi 2-də 1, müsbət 2-də 1, mənfi 3-də 1, müsbət 3-də 1, mənfi 4-də 1, müsbət 4-də 1. Bu şəkildə mənfi 2008-də 1 və müsbət 2008-də 1 gedəcək. Yerdə qalacaq 1 çıxılsın 1 böl 2009. Bu da 2009-da 2008-ə bərabər olur. Bu qədər, sağ olun.